Allahın Rəsulu bizim üçün iki böyük nemət qoyubdur. Bu nemətlərdən geri qalanlar da həlak olacaqdır, önə keçənlər də. Bismillahirrahmanirrahim. Bugün Həzrəti İmam Rıza əleyhissalamın bərəkətli mövlud günüdür. Bununla əlaqədar olaraq, başda ağamız və mövlamız Həzrəti İmam Məhdi əleyhissalam olmaqla bütün əhl-i beyti sevənlərə təbrik deyirik. Peyğəmbər əhl-i beyti insanlar üçün nicat yoludur. Həzrəti İmam Rıza əleyhissalam bu barədə belə buyurub: İzə nəzələt bikum şədidətun fəstəinu binə aləllahi əzzə və cəl. Hər vaxt sizə şiddətli çətinliklər üz versə, biz əhl-i beytin vasitəsilə Allahdan kömək diləyin. Hədisin şərhinə diqqət edəndə, Səqileyn hədisinə əsasən, Allahın Rəsulu bizim üçün iki böyük nemət qoyubdur. Onlardan biri Qur'an-ı Kərim, digəri isə Peyğəmbər əhl-i beytidir. Bu nemətlərdən geri qalanlar da həlak olacaqdır, önə keçənlər də. Digər bir rəvayətə də əsasən, Peyğəmbər əhl-i beyti Nuhun gəmisi kimidir. O gəmiyə minənlər nicat tapacaq, geriyə qalanlar isə həlak olacaqdır. Əhl-i beytin vilayəti Allahın məğlub edilməz qalasıdır. Kim o qalaya daxil olarsa, Allahın amanında qalacaqdır. Əziz valideynlər, özünüzü və övladlarınızı cəmiyyətdə olan pis təsirlərdən və təhlükələrdən qorumaq üçün əhl-i beytin vilayətindən möhkəm yapışın. Allahı and verirəm öz böyüklüyünə, bizləri Peyğəmbər əhl-i beytinin vilayətindən ayrı salmasın.